Herkese salam. Bir dənə təzə hökməli Qob yolunda polis bölməsi tərəf, Yurdumarket tərəfdə 2 sot yarım içində şəxs ev çıxıb. Həyat bacasına çox genişdir. Mərkəzi kanalizasiyasına qədər var burada. Qazı, suyu, işığı, yəni yaşayış üçün hər şey mövcuddur. Şəxsi özünə tikdiyi evdir. Yəni indi ehtiyacı olmadığı üçün satır, başqa ev olduğu üçün. Yuxarısı splaşına kəmərdir. Zaborların altına qədər 60-in 50-yə beton deyir tökmüşəm. Yəni keyfiyyətli tikilib. Yəni böyür başına da bu tərəfdən də xodu var. Padvalı buradır. Bağlayıb padvalı. Baxın, arxa tərəfdən də fırlanmaq olur. Yəni qiymətinə görə normal variantdır. Qiymətin deyirəm sizə 25.200 manat. 25.200-ü verirsən, bu evə sahibi olursan. Bu qiymətə əladır. Bundan sonra bunun üstünə də bir 12, 13, lap 15.000 qoy. 15.000 qoy. Neçə düşəcək sənə? 40.000-ə. Nə verərlər heç nə? Otaqları normal genişlikdədir. Ümumilikdə 3 otaqdır. Biraz zalıdır. İndi mən keçib baxmaq olmur. Pilləkəni bir dənə prosta düzəltməlisiniz. Yəni gələndə özü inşallah baxarsınız. 1, 2, 3 otaqlıdır. 3 otaq, 1 mətbəxdir. Yəni qiymətinə görə dəyər qiymətdir. Bugünkü gündə bu evi tikib başa gətirmək elə bir 33 min pul aparır. Yəni əlaqə saxlayın. Yəni torpaqdan vuranda 2 sot torpağı yarımda 5.000-ə də burada torpağın sotu. Elə 12.500 torpaq eləyir. Sağ ol.